Son günlər İranda baş verən etirazlar həm ölkə daxilində, həm də regionda ciddi suallar doğurur. Proseslərin mümkün inkişaf ssenariləri diqqət mərkəzindədir. Bu mürəkkəb prosesləri daha aydın anlamaq üçün bugün Azərbaycanın İrandakı keçmiş səfiri professor Nəsib Nəsibli ilə söhbət edəcəyik. Nəsib bəy, hər vaxtınız xeyir. Sizin de her vaxtınız xeyir olsun Qiymət xanım. İzləyiciləri də salamlayıram. Mən istəyərdim biz müsahibəmizə keçid edək. Bəli. İranda hökumət əleyhinə etirazlar davam edir. Ölkədə vəziyyət getdikcə daha da gərginləşir. Bəli. Dekabrın 28-də Tehranda mağaza satıcıları tərəfindən realın devalvasiyasına qarşı başlanan etirazlar hazırda bütün ölkəyə yayılıb. Vəziyyətlə bağlı bir çox fikirlər və ssenarilər səsləndirilir. Bəli. Ehtimallar arasında hazırki hakimiyyətin devriləcəyi ilə bağlı fikirlər də səsləndirilir. Bəs sizcə bu dəfəki etirazlar nə ilə nəticələnəcək? Ee, Qiymət xanım, əvvələn siz giriş sözünüzdə dediniz ki, dünya izləyir. Dünya hər gün İrandan, ondan əvvəl də Venezuela'dan alacağı xəbərlərin arxasındaydı və televiziya ekranlarına və yaxud da sosial media o qaynaqlarına kilitlənmişdi. Gəlin belə eləyək ki, o dediklərinizlə o kifayətlənək və ayın 28-dən sonra bu gün artıq 12-ci gündür. Nələr oldu, harda nələr baş verdi, ixtişaşlar deyir bəziləri, bəziləri ayaqlanma deyir. Mənim düşüncəmə görə artıq o ixtişaşlar sözü uyğun gəlmir, çünki haqq işi üçün deməli insanlar küçələrə çıxırlar, insanlar özlərini fəda eləyirlər. Amma hadisələrin gələcək o inkişafı hansı istiqamətdə gedə bilər? Bu məsələlər üzərində o fikrimizi cəmləşdirməyə çalışaq. Çox gözəl. Demək, ən azından 3 ehtimal yolunu görə bilərik. 1. Rıza Pəhləvi İsrail və ABŞ hakimiyyəti tərəfindən dəstəklənir. Son illərdə onun deməli o İranda nüfuzun artması üçün çox çalışırlar. Onu hakimiyyətə gətirmək istəyirlər. Əlbəttə bizim izləyicilərimizin bəziləri deyəcəklər ki, kiçik ehtimaldır, olsun, kiçik olsun, %20% də olsun. Amma bu %20, 10 belə olsa, mənim düşüncəmə görə bundan artıq da ehtimal, onu göz ardı etmək doğru deyil. Niyə? En azından ona göre ki Amerika Birleşmiş Ştatları adlı o devlet bugünlerde gördüğünüz bir suveren bir devletin diktatör de olsa, avtoriter de olsa da ne de olsa helikopterle götürdü yatak otağından ve apardı New York'ta indi məhkəmə qarşısında durur. Ve əlavə olaraq onu deyim ki ehtimalın az ya çox olması sualına cevap olarak bizim güneydeki xüsusən də soydaşlarımız deyirlər ki, qoymarıq filan, amma bizim iradəmiz xaricində o qədər işlər olur ki, bu ciddi məsələ deyil. Ən azından götürsək, keçən ilki o hadisələri yadımıza salsaq, yəni İsrail İranın mərkəzində nüvə araşdırmalarına məşğul olan alimləri belə öldürdü. Ali Başkomandan değildi. O Hamneydi. Ama qərargah reisini, Birleşmiş Qərargah reisini yatağında öldürdü. Bunlar bu gösterdiğim az faktlar bence bu ihtimalın ciddi bir ihtimal olduğuna esas verir. Bir ve en arzu olunmayan bir haldır. Bir Azerbaycan vatandaşı olarak bir de uzun zaman İran'daki prosesleri izleyen bir şahs olarak. 1925'ten sonra Pəhləvi rejiminin özellikle bizim millete ve ülkemize, Azerbaycan'a necə böyük zərbələr vurduğunu ve bugün Azerbaycan o zərbələrin ağrısını yine yaşadığını nəzərə alarak bizim için en arzu olunmaz variant budur. Ama dediğim kimi göz ardı etmek mümkün değil. İki, hakimiyet hazırda faktiki olarak bölünür. Yani Hamneyi bir söz deyir, hükümetin başında olan Doktor Pezeşkiyan, prezident başka söz deyir.
Ve birisi deyir ki, bu ixtişaşlar xarici güclerin o İrana nifrətindən qaynaqlanır. Buradaki rejim değişmək istəyirlər və s. və ilaxırı. O biri tərəfdə Doktor Pezeşkiyan da deyir ki, günah bizdədir. Bu Azərbaycan izleyicileri, bizim vətəndaşlar məncə onu çox diqqətlə izləyirlər. Son bir ildə, bir ildən biraz da çox, e, Pezeşkiyan daim hakimiyyəti və hakimiyyətdə olanları tənqid ediyor. Bugünlerde ben bir programda dedim. Dedim ki e, ülkenin deməli e, reis cumhuru, prezidenti muhalefet lideri kimi çıxış edir. Bu bir oyundu diyen de var. Bence oyun değil. Mesele çok ciddidir. Buna oyun adı koymak hadiselerin mahiyetini anlamamaktır. Zaten İran'da ve o cümleden bizim soydaşlarımızın ekseriyetinin yerleştiği bu ülkede e, dramatik bir inkişafın şahidiyiz. Ona oyun adı koymak, bu farsların bir oyunudur filan demek, hadiselerin mahiyetini anlamamak demek. Ha, ikinci ihtimal. Xamneyi Doktor Pezeşkiyan'a kurban verebilir. Ve sepah çevriliş edebilir. Bu çevriliş meselesi ve sepah meselesi çok ciddi bir meseledir. Sepah əslində ülkenin iqtisadiyyatını, sosyal hayatını, siyasetini, ideologiyasını, resmi ideologiyanı öz insarına almış bir kurumdur. Yani ordu başka, Erteş dedikleri ordu başka, Sepah başka. Ve onun başında duran da Xamneyidir. Yani onun faaliyetine ülkenin prezidenti karışa bilmiş. İndi çevriliş dedim. Tam çevriliş eləyə ülke iqtisadiyyatının en azından 40%'nin kontrol altındadır. Elə mi? Ve ülkedeki bu durumun kritik vəziyyətə gelip çıkması xeyli derece sepahın fəaliyyətindən bağlıdır. Demek ikinci benim ihtimal ettiğim senaryoda Pezeşkiyanı kurban verirler. Ona deməli günah keçisi elan edirlər. Bu elə bir illik hakimiyyətin nəticəsi deyirlər rəsmi şəkildə. Və həqiqətən də bu bir ildə çox böyük bir sabotajla üzləşdi Pezeşkiyan. İqtisadi cəhətdən də 120 milyard en azı sərrafların əlində bir kapital var. En azından çok büyük bir servet deməli onların elinin altında bu cəmləşib və hətta bəzi bizim izleyiciler, daha doğrusu təhlilçilər deyirlər ki, bu elə kiçik bir lokal bir hərəkat kimi planlaşmıştı. Ama insanların iqtisadi durumu o kadar pisti ki, onların isteğinin xilafına hərəkat genişlendi, kütləvi hal aldı. Yəni Pezeşkiyan hökumətinin istifasını talep etmək üçün bu hadiseler başlandı. Değiller, bu iddialardan birisidir. Demek ikinci ihtimal bu ülkede iki tirəliyin belə deyək, prezidentle bu vilayet fəqihin arasındaki ziddiyetlerin ardından kaldırılması ve bir monolit bir hakimiyetin yaranması. Bu ikinci senaryo bence. Yani bütün gücünle bu etirazçılarının karşısında durur Sepah. Onların sesini kesir ve bu prezidenti de istifaya göndermekle veyahut da onu fiziki cəhətdən məhv etməklə deməli ülkede bir sakitlik yaratır. Nisbi sakitlik. Üçüncü senaryo hadiseler kontroldan çıxır. Yani onu eləyə o zaman ne olacak? Hansı tərəf güclüdürsə daha kazançlı çıxır. Birleştirici güc var mı? Bak bu da çok önemli bir faktördür. Bir televizyon programında da bugünlerde dedim. İran çok milletli bir devlet. Resmi ideologiyaya göre İran'da bir millet var, o da İran milleti. Hatta Fars milletinin varlığını bile inkar edirlər.
Deyirlər ki, bir millət var, İran milləti və bu əlbəttə elmi yanaşma deyil. Bu əlbəttə millət nəzəriyyəsinə çox zidd bir bu yanaşmadır. Çox millətli bir dövlətdir, amma son 100 ildə 1925-ci ildən bu yana İranı həm Pəhləvi dövründə, həm də İslam Cumhuriyyəti dövründə Fars dövləti şəklinə salmağa çalışdılar və buna da xeyli dərəcədə nail olublar. Vahid dil, eləmi, qəbul olunub, vahid mədəniyyət qəbul olunub, qalanları qeyri-legitim sayılır. Qalanları qeyri-rəsmi sayılır. Ya yerli dil, bumi filan dil deyirlər və bu da əlbəttə ki, ziddiyyətlərlə dolu olan bir dövləti, yəni burada iqtisadi ziddiyyətlər, sosial ziddiyyətlər, hətta ideoloji ziddiyyətlər var, siyasət ki, lap başında gəlir. Olan bir dövləti, bir ölkədə, dövlətdə bir də millətlər arası ziddiyyətlər var. Və bu ziddiyyətləri bir çatı altına almaq, sakitləşdirmək yaxın gələcək üçün mümkün görünmür. İqtisadi məsələlərdən başlandı bu son hadisələr və son illərdə zaten bir o qadın hərəkatı istisna Məhsa olmaqla Əmini. bəli, bir neçə dəfə deməli o ayaqlanmalar oldu. Amma 3-4 ildən bir, baxın son 20 ildə 4-5 dəfə bu cür ayaqlanmalar oldu. 3-4 ildən bir yenidən yeni mərhələdə başlayır və bu yeni mərhələ yeni problemlər deyil, köhnə problemləri biraz da dərinləşdirir. Və İran bir çıxmaza girir. Və bu üçüncü dediyim senari məncə ən ehtimal olunan bir senaridir. Əgər deyək ki, əlbəttə ki, mən bunu şərti deyirəm, birinci senarini, yəni Pəhləvini gətirirlər, oturdurlar hakimiyyətdə. Eləmi? 20% isə, ikinci 40% isə, üçüncü də 40%dir. Və bunu da belə ciddi ələ almaq lazım. Belə bir perspektiv qarşısında, əlbəttə bizim üçün, indi onu soruşacaqsınız böyük ehtimalla Qiymət xanım, bizim üçün Simnandır, Belucistandır, orasıdır, burasıdır önemli değil. Önemli olan Xuzistandır deyək ki, önemli olan bizim Azərbaycandır, bizim soydaşlarımızdır və onların gələcək həyatına və bu Azərbaycana da təsir edəcək. Türkiyə Cumhuriyyətinə, Türk dünyasına da təsir edəcək və ona görə bu hadisələr çox diqqətlə izlənilir və uyğun görünür təhlillər aparılır. Hər gün demək olar ki, Azərbaycan televiziyalarında da, sosial medyada özellikle bu məsələlərdən danışılır. Buyurun Qiymət. Səsləndirdiyiniz birinci ehtimalın üzərinə qayıtmaq istəyərdim. Bəli. Mənim üçün maraqlıdır. Əgər biz bu ehtimalı daha yüksək qiymətləndirsək və bu baş versə, Rza Pəhləvi ölkəyə Bəli. qayıtsa, bu İran xalqı üçün nəyi dəyişəcək və xalq onu dəstəkləyərmi? Əvvələn bu adamın, bəziləri bu mənim sözüm deyil, bu çox bağışlayın, izləyicilər də məni bağışlasınlar, bu gedənin, çünki onun o əxlaq filan məsələləri də bu medianın əsas mövzularından birinə çevrilib. O xanımınla bağlı çox şeylər deyirlər. Bilmirəm bu faktdır, əfsanədir, nədir. Hər halda insanların dilindədir və onun nüfuzu o qədər də yüksək deyil. Və nə qədər dediniz ki, ehtimal yüksəkdir, eləmi? Mən bir daha, Qiymət xanım, onu dəstəkləyən xarici güclərə diqqəti cəlb eləmək istəyirəm. Amerika. Bir suveren dövlətin təkrar olaraq deyirəm, prezidentini, özü diktator olan dedikləri, avtoritar dedikləri və həqiqətən də avtoritardır. Və onun qoruma mexanizmləri də var. Buna baxmayaraq yatağından aldılar, götürdülər öz ölkələrində məhkəmənin qarşısında oturtdular ki, sən bu narkobaronsan və s. və ilə. Bu çox ciddi bir məsələ.
Geçen ilki, ondan evvelki İsrail'in de bu meselenin arkasında durması çok ciddi bir meseledir. Halkın münasibəti fərqlidir. Qeyri-türklər bu Rıza Pəhləvi, ondan sonra da Məhəmməd Rıza Pəhləvinin hakimiyyətini xatırlayırlar. 1925-1979 ve İran xalqına, özellikle qeyri-farslara münasibette yürüttüğü o zulmü hatırlayır. Bunu bilirler. Bu İslam Cumhuriyeti dövründe de onunla bağlı çok yazıldı, çok çizildi. Ama mesele bu Fars şovinizminin, Fars milliyetçiliğinin ya da yumuşak desek ona münasebetidir. Bu İran International denilen bir kanal var, Farsça. Orada sezilen, dikkat çeken bir fikir var. Ki indiki rejimden elə Pəhləvinin gelmesi daha yaxşı olar. Niye? Çünkü bakın, bizim için dedik ki çok büyük belalar getirdi. Yani Türklüğü için, Azerbaycan için büyük belalar getirdi ama İran'ın modernleşmesi istikametinde Pəhləvi rejimi çok büyük hizmet de gösterdi. Təhsilin modernləşməsi, ictimai həyatın modernləşməsi, iqtisadiyyatın yaranması, neft sənayesi, digər sahələrdə iri addımlar attılar. Və Fars milliyetçiliği de bunu değerlendirir. Yani demek ki bu Pəhləvilərin heç bir İran'da nüfuzu yoktur, doğru değil. Yanlış. Onu müdafiə edenler en azından deyirlər ki, iki pisdən heç olmasa biraz azını seçecek. Yani xaricdən dəstəyi olan, pulu olan, parası olan ve ülke daxilində də müəyyən qədər bir dəstəkçisi olan bir şəxsi seçecek. Bu da bilirsiniz, burada bir başka bir mesele de var. Dedi ki İran çok milletli ülkedir. Ve Farslar çoxluqda değiller. En azından belə deyək. İndi müxtəlif rəqəmlər verirlər. O da müxtəlif olması da bilinen bir səbəblə bağlıdır. Rəsmi statistikada etnik mənsubiyyət bölməsi yoxdur. Və bunları bir arada tutan, bu millətləri bir arada tutan ortak değerler oldu. Şah dövründə nə idi? Qədim İran tarixi, Kuruşuydu, Daryuşuydu, Əhəmənilərdi, Sasanilərdi, digərləri. Sonra Vahid İran mədəniyyəti deyirdilər, əlifbası, yazısı deyirlər, Fars dilinin önəmi deyirdilər və o cümlədən vahid bir monarxiya, birləşdirici bir değer kimi monarxiyanı millətlərə sırmağa çalışırdılar. Müəyyən müddətdə o işlədi. 1925'ten 79'a kadar işledi. İndi Fars milliyetçileri düşünürler. Bu kadar halkı bir yerde tutabilecek ümumi değer nedir? Bu İslam son 47 ilde 79'dan bu yana öz cazibesini yitirdi. Yani siyasi İslam'dan söhbət gedir. Yani bu siyasette bu dinin bir vasıta gibi istifade olunması özünü iflas etti. Ve resmi ideologiya hakikaten çok büyük bir kriz salındı. Ve yani tükenip. İndi düşünürler ki bəs bu milletleri bir yerde saxlayabilen, bir yerde tutabilen ne olabilir? Bu da yeniden monarxiya üz döndər. Demokrat diyeceksiniz. Elbette Fars bu muhalefetin içinde demokrati isteyenler de var. Ama ahıra kadar yetmirlər. Çünkü demokrati deyilen mefhum, anlayış desentralizasiya tələb edir. Hatta bu gədə dedikleri adam belə, Rıza Pəhləvi belə deyir ki, bizdə də bir desentralizasiya xətti yeridilməlidir. Nədir bu? Ostanların esasında bir federal yapı, struktur qəbul olunmalıdır. Bu əlbəttə ki, milli bu amilə söykənməyən, yalnız coğrafi amilə söykənən bir
Bu federasiyadan bəhs edir. E, bu ama yine de desentralizasiya A deyəndən sonra B tələb edir. B deyəndən sonra C tələb edir. Və ümumiyyətlə ifrat dərəcədə mərkəzləşmiş bir hakimiyyətin yerlərə yansıması ya da bu səlahiyyətlərin bölüşdürülməsi İranın o vahidliyini və gələcəyini şübhə altına alır. Ona görə Fars milliyetçiliği iki dediğim pistten en azını seçmek hakkında düşünür. Bəli. Ə, İranın İsrail və Amerika ilə münasibətləri əlbəttə ki, hər kəsə məlumdur. Medianın daimi olaraq diqqətindədir. Biz 2025-ci ildə İran-İsrail müharibəsinə də şahidlik etdik. Evet. ABŞ-nin bura birbaşa müdaxiləsi də oldu. Deyək ki, Rıza Pəhləvi ssenarisini bir kənara qoyduq. Bəs Amerika hazırda qarşılıqdan istifadə edə bilərmi? Yəni biz İsrail-İran münaqişəsinin ikinci dalğasına bu il şahidlik edə bilərmiyik? Kıymet Hanım çok kısa diyeyim istisna olunmuş. Hatta Delta o grubunun ki Maduro'nu götürdü apardı New York'a onun İran sərhədləri yaxınlığında yerləşdirildiyi danışılır. Hatta Prezident Trump'ın deməli Amerika Silahlı Qüvvələrinin İran sərhədlərinə yanaşması haqqında ona yaxınlaşması haqqında əmri bilinən bir şeydir və mediada keçdi. Bir də baxın bu and içmə mərasimi yanvar ayının 20'sinde oldu da 25. yıl. Trump'ın. Fevral ayının 5'inde onun bizde ona ferman deyirik de. Prezident fermanı oldu. Memorandum deyirlər onlar. Memorandumda Trump hökumətinin administrasiyasının İran meselesini gündeme getirmeye öz əksini tapıb. Bir neçə səhifəlik bir sənəd. Özü açıq sənəd. Və Amerika bu İran meselesinde arkasındadır, onu həll eləməyə çalışır. Uzun bir tarixi var. 79'dan bu yana eski Şah dövrünün deməli müttəfiqi olan İran Amerikanın düşməninə çevrildi. İran daha dinç durmadı tabii. Bu geçen 47 yıl ərzində her cuma günü Məkbər Amerika dedi. Amerika'ya ölüm dedi. Amerika'da böyle şeyleri bağışlamır. Çok önemli meselelerden birisi global bu müstəvidə İran'ın anti-Amerika ittifakında roludur. Yani burada üçlü bir kurum var da Rusya, İran, Pekin. Daha doğrusu Çin. Bu da onu da diyeyim size. Bu anti-Türk üçbucağıdır. Qədimdən Çin, Rusya, İran'ın Türklərlə bağlı belə deyək, arzu olunmayan siyaseti bilinen bir mesele. Ve Amerika üçün də bak bu üçlü bu ittifakı dağıtmak çok önemlidir. Venezuela'nın bu prezidentinin tutulması, sonra onun neft o ehtiyatlarının ve istehsalının üstüne el koyması, elə bax bu iki dövlətin zəifləməsinə də xidmət edir. O cümlədən İranın bu maliyyə qaynaqlarından birisi də belə deyək ki, o Venezuela'la olan o ittifaktan gəlirdi. Və məncə Amerika bu sahədə ciddi bir siyasete ve konsepte sahipti ve ortada dayanmayacak. Bilmirəm, indi bəzi adamlar hökm şəklində belə təhlil aparlar. Deyirlər, mütləq vuracaq, mütləq gələcək, mütləq asacaq, kəsəcək. Mən elə düşünmürəm. Amma hər halda İranı Rusya və Çindən qopartmağa çalışacaq. Bəs baş versə, biz baş vermə ehtimalını dəyərləndirsək, bu səfər region üçün hansı risk yaranacaq? Xəritə dəyişəcək. Orta Doğu'nun xəritəsi dəyişəcək.
Ə, Son illərdə İsrail və Amerika İran İslam Cumhuriyyətinin qolunu, budağını kəsməyə çalışdı və buna da nail oldu. Yəni Livanda, sonra Qəzzada, deyək ki, bu Suriyada olan proseslər bizim izləyicilərimizin xatirindədir. Nələr oldu və Kasım Süleymaninin o terror edilməsi. İran bu fəaliyyətlərini məhdudlaşdırmaq məcburiyyətində. Baxmayaraq ki, onu da deyirəm, sözümün başında dedim axı, İran ziddiyyətlər ölkəsidir. Ağıl almaz belə ziddiyyətlər var, muammalar var. Baxın, onun əli qolu dedik ki, kəsildi. O Şiə qövsü dağıldı. Amma büdcədə ya 25 ya da 35 milyon milyard daha doğrusu bu Sepahın xarici fəaliyyətlərinin artırılması nəzərdə tutulub. Hələ mart ayına çox var. Müzakirələr davam edir. Belə bir halda yenə də xaricdəki o fəaliyyətlərini itirdiklərini bərpa eləmək istəyir. Bu təxminən Sovet İttifaqının 80-ci illərdəki o fəaliyyətinə bənzəyir. 80-lərin sonlarında. Kartoçka sistemi var idi. Amma yenə də beynəlxalq kommunist hərəkatının dəstəklənməsi Sovet İttifaqı Komünist Partiyasının əsas proqramlarından birisi milyardlarla pul gedirdi. Əfqanistanda nələr elədilər. Bu da onun kimi. Yəni ideoloji hakimiyyətlər həmişə belədir. Axıracan getməyin tərəfdarları. Və dediyim kimi xəritə dəyişəcək o zaman. Mən sizə Hansı rejim olur olsun, İslam Cumhuriyyəti rejimi aradan getsə, burada çox maraqlı proseslər olacaq və mənim düşüncəmə görə İran qalacaqmı, gedəcəkmi məsələsi çıxacaq. Rejim deyil. İranın özü qalacaqmı, gedəcəkmi? Məhdud şəkildə mi qalacaq? Bu mən son zamanlar o televiziya proqramlarında üstünə getdiyim bir məsələ var. Bizim izləyicilər əlbəttə bilirlər. Yenə də xatırlatmaq istəyirəm Qiymət xanım. Bu İranın xəritəsinə baxsaq görərik ki, qeyri-farslar bir qayda olaraq İran sərhədlərində yerləşir. Ölkələri oradadır. Azərbaycandır, Kürdistandır, sonra Ərəblərdir, Bəluşlardır, sonra Simnan biraz fərqlidir, Türkmənlər və sərhəddin o tayında siyasi, ideoloji, mədəni səviyyəsi daha yüksək olan vətənlərinin bir hissəsi durur. Və İran ərazi baxımından dünyanın ən böyük dövlətlərindən birisidir. Əhali baxımından da ən böyük dövlətlərindən birisi. Tək Orta Doğuda deyil, dünyanın ən böyük dövlətlərindən birisidir və əski İran imperiyasının varisidir. Amma onu Fars dövləti şəklinə salmağa çalışdılar dediyimiz kimi 100 ildir. Və onun dağılması, müxtəlif bölgələrə bölünməsi bir ehtimal kimi ciddi şəkildə müzakirə olunur. O cümlədən Doktor Pezeşkan dedi. Xəbərdarlıq etdi, dedi ki, bu siyasət davam eləsə, keçən il idi məncə. Prezident seçildiyindən sonra New York'ta dedi. Fars şovinizminə xitabən dedi ki, əgər biz bu siyasəti davam etdirsək, ölkə 7 yerə bölünə bilər. Adını da çəkərək. Türkləri dedi, Kürdləri dedi, Ərəbləri dedi. Və bu bir zamanlar romantik bir məsələ kimi gələn, bəzi adamlar, hətta ciddi o siyasətçilər belə deyirlər ki, bütöv Azərbaycan məsələsi bir romantikadır. Allah Allah. Dünya çox ciddi şəkildə buna kitablar, məqalələr həsr eləyir. Amma bəzi adamlar bunu Elçi bəyin xülyası deyirlər. Məsələ Elçi bəylə başlamayın. Məsələnin bir 100 ildən artıq tarixi var. Ən azından 1918-ci il Azərbaycan Demokratik Cumhuriyyətinin o elçisinin, səfirinin o hesabatlarına baxsaq,
Görürük ki, o vaxtda bu fikir var. Və bu çox təbii bir fikirdir. Eyni zamanda deyək ki, Kürdlərin, ərəblərin, bəluşların birləşmə istəkləri də çox təbii. Və rəsmi Tehran da 100 ildən artıq bir müddətdə bunları ayrışdırmaq, bunları bölmək siyasəti aparır. Və 21-ci əsrdə artıq 21-ci əsrin birinci o dörddə biri rübü keşlik. Bu məsələləri gizli saxlamaq, bu məsələlər haqqında belə insanları çaşdıran tezislərlə məsələnin içindən çıxmaq artıq mümkün deyil. Bəli, Biz güneydə yaşayan soydaşlarımızdan bəhs etdik. Tez-tez bəli, qarşımıza sosial mediada soydaşlarımızın hazırki bəli. hakimiyyətdən narazılıq etdiyi videolar qarşımıza çıxır. Hazırki gedən proseslər bizim güneydə yaşayan soydaşlarımıza necə təsir göstərəcək? Hı -hı. Çox yaxşı sualdır. Və son 12-13 gündə, 12 gündə bizim soydaşlarımızın da, ümumiyyətlə Güney Azərbaycanın da o e, o fəaliyyəti, daha doğrusu davranışı diqqət mərkəzindədir. İki yanaşma var, qısa desək. Bəzi adamlar deyir ki, Tehranda başlayan və digər ostanlara, əyalətlərə keçən bu hadisələrin bizə dəxli yoxdur. Bir zamanlar biz, özəlliklə 2006-cı ildə, bu Urmu gölü məsələsindən bağlı problemlər çıxdı, 50 adamı da öldürdülər. O zaman Farsların və digər xalqların da bizə qatılmasını, əməkdaşlığını arzu elədik, amma onlar bizi göz ardı elədilər, ignor elədilər. Belə bir yanaşma var. Belə bir videolar var, gənc adamlar onu paylaşırlar. Və bunun yanında çox iddialı, hikkəli bir yanaşma da var. Azərbaycan istəsə öz yolunu tapacaq və istiqlalına nail olacaq. Necə nail olacaq? Amma bunu deyən yoxdur. Yəni bu elə də asan bir iş deyil ki. Yəni bu cür maksimalist, qeyri-real yanaşma da var. Məncə bu da göz ardı edilməməlidir. İkinci yanaşma, repressiyalar bizi taqətdən saldı deyirlər. Hərəkət etmək üçün zaman lazımdır. Baxın, məncə dünən oldu. Bəli, dünən Təbriz bazarı bağlandı. Etirazın ən bariz nümunələrindən birisi, əlamətlərindən birisi. O dükanların o qapaqları salındı aşağı, dəmir qapaqları və onlar da Tehrandakı digər əyalətlərdəki hadisələrə deməli səs verdilər, onlarla həmrəy olduqlarını bildirdilər. Bu çox önəmlidir. Yəni 10 günlük, 11 günlük o pasivlikdən sonra bu baş verdi. Bu arada yadıma düşmüşkən bir məsələni deyim. İnciklik var, hətta nifrət var. İran, o ziddiyyətlər ölkəsi dediyimiz bu İranda tək hakimiyyətlə xalqlar arasında deyil, eyni zamanda xalqlar arasında, o cümlədən məsələn türklərlə farslar arasında, türklərlə kürdlər arasında, ərəblərlə farslar arasında çox dərin ziddiyyətlər var. Futbol meydançalarında bir-birinə Məkbər türk deyirlər, Məkbər fars filan deyirlər. Bu çox ciddi bir məsələdir. Amma siyasətdə emosiyalarla deyil, ciddi hesablarla irəli getmək mümkün. Və bu arada dediyim kimi yadıma düşən bir hadisəni deyim. Baxın, 1946-cı ildə Mirzəcəfər Bağırovun iştirakı ilə olan bir tədbirdə, bir toplantıda Mirzəcəfər Bağırov Seyid Pişəvəriyə, Seyid Cəfər Pişəvəriyə
müraciətlə deyir ki, bizim ən böyük səhvimiz onda oldu ki, iki Azərbaycan arasında arzu olunan birliyə nail ola bilmədik. 45-46'da. Çox önəmli bir cavabı var Pişəvərinin. Pişəvəri deyir ki, və bəlkə də onun o qətl olunmasının səbəblərindən birisi də buydu. Çox səbəb ola bilər, deyə bilərik. Onlardan birisi də budur. O da ona etiraz edir, deyir ki, ən böyük səhvimiz o deyildi. İran xalqları arasında biz gereken bir işbirliği yarada bilmədik. Bizim səsimizə səs vermədi İran xalqları. Bu da çox ciddi bir məsələ. Baxın, xalqlar arasında küskünlük də ola bilər, inciklik də ola bilər. Amma bu rejimin aradan getməsi üçün onların işbirliği yaratmaları gereği məncə siyaset bilimine azcan çoktan xəbəri olan hər kəs üçün aydın olmalı. Yəni emosional yanaşma doğru değil. Baxın. Və ikinci o daha realist düşünən şəxslər artıq müraciət ediblər və təşkilatlar ki, Təbriz öz sözünü deməlidir. Məncə Təbriz, Ərdəbil, Urmiyə, Zəncanda bir hadisələr oldu. Həmədanda çox oldu. Digər yerlərdə də Azərbaycan deyə və onu da deyim ki, Tehran, mən ona Tarhan deyirəm. Tarhan bilirsiniz də, o türklərdə qədim bir rütbədir. Bu Tarhanda əhalinin ən azından 60%-i türkdür. Azərbaycandan köçmüş adamlar. Hətta 1970'lerde statistikada yazırdılar ki, bu Ərdəbil əhalisindən daha çox Tehran'da Erdebilliler var. Kökü Erdebil'den olan insanlar var. Yani Tehran'ı Azerbaycan'dan ayırmak doğru değil.